cəmiyyət tərbiyə olunmasa zuhur baş verməyəcək. Çünki intizar əməldir. İmamın zuhuru üçün əməl istəyiblər bizdən. Əfzəlul ə'mal intizarul fərəc. Əməllərin içində ən üstünüdür fərəcin intizarını çəkmək. Yəni fərəcin intizarını çəkmək hiss deyil, duyğu deyil, əməldir. Əməl istəyiblər bizdən. Cəmiyyət tərbiyə olunmasa zuhur baş verməyəcək. İntizar, yəni özünün və cəmiyyətin tərbiyə olunmasında çalışmaq. İntizar, yəni özünü tərbiyə eləmək və cəmiyyəti tərbiyə eləmək uğrunda fədakarlıq eləmək. Cəmiyyət düzəlsə zuhur baş verəcək. Bir cəmiyyətin xanımları düzəlməsə o cəmiyyət düzəlməyəcək. Çünki tərbiyə xanımların əlindədir, kişilərin əlində deyil. Kişinin rolu azdır tərbiyədə, xanımın rolu çoxdur tərbiyədə. Kərbəla ona görə əbədidir ki, Kərbəlada Aşura günündən sonra onun bayraqdarı xanım Zeynəbdir. Kərbəlada xanımlar öz ictimai vəzifələrini əməl eləyiblər deyə Kərbəla və Aşuranın təsiri bu günə qədər var və qiyamətə qədər də olacaq. Ona görə Kərbəla bizə göstərir ki, dini fədakarlıqda, əqidə uğrunda, din uğrunda, ictimai vəzifələrdə qadın-kişi mövzusu mühüm deyil. Qadınlar da öz vəzifələrinə əməl edə bilərlər ki, bəzən kişilərin gördüyü ilə işlərdən daha çox təsir qoyur. Ki, Kərbəla və Kərbəladakı xanımların əməlləri göstərir ki, xanımların gördükləri işlər nə boyda təsirə malik ola bilir. Yetər ki, insan kamala çatsın. İnsan kamala çatsa, orada xanım-kişi fərqi yoxdur.